Tortlarda həm də ki, müxtəlif şirniyyatlarda istifadə edə biləcəyiniz karamel resepti. Əvvəlcə tavaya 1 stəkan şəkər tuzunu əlavə eləyib əriməsini gözləyirəm. Əriyib karamel halına gələndən sonra üzərinə 1 xörək qaşığı kərə yağını əlavə eləyirəm. Mən əvvəlcə 1 stəkan qaynar su əlavə eləyib tam əriyənə kimi qarışdırdım. Bu arada biraz səbirli olmalısınız ki, tam əriyənə kimi qarışdırmalısınız. Vamxodda əritməlisiniz. Sonra isə üzərinə kərə yağını əlavə elədim. Siz qabaqcadan da əlavə eləyə bilərsiniz. Üzərinə isə 100 ml suya 2 xörək qaşığı qarğıdalı nişastasını əlavə eləyib qarışdırıram. Əlavə eləyib yaxşıca qarışdırdıqdan sonra artıq karamelimiz hazırdır. Biraz yumşaq istəsəniz az qaynadın. Biraz çox berk olmasını istəyirsinizsə çox qaynadarsınız. Mən biraz berk olmasını istədiyimə görə biraz çox bişirdim. Vəssalam, artıq karamelimiz hazırdır.